Herkese salam. Bugünkü test sahımızın mövzusu olacaq Azərbaycan muğamları. Vaxt itirmədən gəlin keçək test sahamıza. Birinci tapşırıqla başlayaq. Muğam nədir? Muğam sırf Azərbaycan xalqına məxsus olan bir musiqi əsəridir. Musiqi nümunəsidir. Muğam ayrıca bir mövzudur. Heç nəyin tərkibinə aid deyil. Azərbaycanda ənənəvi professional musiqi forması A variantı uyğun gəlir. İkinci tapşırıq. Aşağıdakilərdən hansı əsas muğamlardan biridir? Bayatı Qatari, Şalaxo, Rast və Qaragilə verib bizə. Təbii ki, Rast. Eşitməmiş olmazsınız. Yəni dinləməsəz də, xarakterini bilməsəz də Rast muğamını eşitməmiş olmazsınız. Yəqin ki, musiqi ilə maraqlanırsınızsa, əlbəttə ki, Rast muğamını, yəni adını eşidərsiniz də heç olmazsa. Deməli, Rast muğamı nədir? Azərbaycan musiqisinin ən böyük və əsas muğam dəstgahlarından biridir. Hətta bəzən ana muğamı adlandırılır. Cavabımız olacaq C variantı, Rast muğamı. Üçüncü sual. Segah muğamının emosional xarakteri necədir? Bəzən Bayatı Şirazla segah qarışdırılır. Segah muğamı nədir? İnsanda adətən yüngül kədər, qəm, nisgil hissi yaradır. Qəmdir, kədərdir, amma ki, yüngül olur da, dərin olmur. Dərinləşəndə ağır kədər, qəm, dərin hüzün hissi oyadanda bu artıq olacaq Bayatı Şiraz muğamı. Yəni bunları qarışdırmayın bir-birinə. Burada da ki, ən uyğun cavab B variantında hüzünlü lirika ilə bağlı daha doğru olar. Keçək dördüncü tapşırığa. Rast muğamı hansı xarakteri ifadə edir? Rast muğamı bayaq da dediyim kimi ana muğamdır. Belə əzəmət, güc hissini yaradır da. Burada uyğun cavabımız olacaq A variantı da böyük əzəmət, sabitlik hissi yaradır. A variantı doğrudur. 5-ci tapşırıq. Muğamın ifasında hansı alət əsas yeri tutur? Deməli, muğam ifasında 3 əsas alətdən istifadə olunur. Tar, kamança, qaval. Bunlardan ən əsası, yəni ki, əsas alət tardır. Çünki melodiyanı tar aparır. Deməli, tar muğam triadasının əsas alətidir. Yəni ki, muğam dəstgahının belə deyim də, melodi xəttini aparır. Tar. C variantı tar. 6-cı tapşırıq. Muğam triadasına hansı alətlər daxildir? Bayaq da dediyim kimi muğam triadasına bir tar melodiyanı aparır. 2 kamança melodiyanı onu yəni müşahidə edir. Müşahidə edir də. Bir də var qaval. Qaval nə edir? Qaval isə ritm yaradır. Yəni xanəndə qavalda ifa eləyir, qaval ritm yaradır. Xanəndə qavalda ritmi yaradır. Cavab deməli A variantı tar, kamança, qaval. 7-ci tapşırıqda bizdən soruşur, aşağıdakilərdən hansı zərb muğamdır? Zərb muğamlar nədir? Ritm üzərində qurulan muğamlar zərb muğamlar adlanır. Deməli, verilib bizə Humayun, Şahnaz, Çahargah, Heyratı. Heyratı təbii ki, yəni ən məşhuru zərb muğamlardan Heyratıdır. Yəni buradakilərdən o biri zərb muğam deyil zaten də. Həm ən məşhurdur, həm də ki, buradakı cavablardan uyğun gələn D variantıdır, Heyratı muğamı. 8. Çahargah muğamı hansı xarakterə malikdir? Çahargah muğamı şiddətli, şiddət deyəndə necə şiddət? Belə güclü, qüvvətli, mərd, enerjili, belə hissədə qüvvət hissi oyadır, qəhrəmanlıq hissi oyadır. Yəni bil ki, döyüşdə belə bir hiss. 8-cidə cavab A variantıdır, hə, qəhrəmanlıq və döyüş əhvalı, doğru cavab A variantı. 9. Muğamın əsas hissələrinə nə deyilir? Muğamın əsas hissəsinə olar o, hə. Hissəsinə nə deyilir? A variantı cavabdır, doğru cavab şöbə. Şöbə nədir? Elə bil ki, muğam dəstgahı bir neçə şöbədən ibarətdir. Bu şöbələr melodik və emosional keçiddir. Keçidi şöbə apardığı üçün muğamın əsas hissəsi adlanır. Cavab olacaq A variantı. 10-cu tapşırıq. Hansı muğam dəstgahı deyil? Bunu yadda saxlayın ki, bütün muğamlar muğam dəstgahı təqdim edilmir. Cavab burada C variantı olacaq. Humayun muğamı. Çünki muğamdır, amma dəstgah kimi təqdim edilmir. Yəni belədir də. Amma indi məsələn nümunə göstərərəm mən muğam dəstgahlardan Şur, Rast, Bayatı, Şiraz isə dəstgahlardır. Bunları götürmək olar, amma ki Humayunu götürmək olmaz. C variantı. Götürmək olmaz yəni ki qayda elədir də, yəni. 11. Bayatı Şiraz hansı emosional halı çatdırır? Bayatı Şiraz, segahla qarışdırmayın bunu. Dərin kədər, dərin qəm hissini oyadır. Hüzün, nisgil, segahdan fərqli olaraq daha dərin olur, daha acılı olur. Bu mənada da. B variantı, kədər və nisgil.
Amma dərindir, yəni dərin kədər və niskil. 12. Muğam ifaçısına nə deyilir? Xanəndə deyilir də, bunu bilməmiş olmarsınız. Xanəndədə deyəsi bir şey yoxdur. İzaha, yəni nə izah verim mən? Xanəndə deyilir. Keçək artıq açıq tipli suallara. Bundan sonra açıq tipli suallarda üstünlük verəcəm. Çünki açıq tipli suallar qapalılardan fərqlidir də. Bunlarda artıq siz həm izah verməlisiniz, həm də cavabı özünüz yazmalısınız. Musiqidə olan, yəni bütün fənlərdə bu belədir. Mən belə düşünürəm ki, biliyinizi təkmilləşdirməyə daha çox kömək edir, həm də ki, öz fikrinizi açıq-aydın ifadə etməyə kömək edir açıq tipli suallar. Başlayaq 13-cü sualı. İzah verəcəm, diqqətlə dinləyin. Deyir ki, Azərbaycan muğam triadası hansı alətlərdən ibarətdir və hər birinin rolunu izah edin. Bayaq soruşurdu ki, variant olan suallar idi də. Hansıdır? Hə, nişanladıq tar, kamança, bir də qavalı da. Amma burada dedik ki, artıq izahını verin. İzahından siz geniş verməlisiniz. Başlayaq da izah verin mən. Tar. Tar nədir? Tar nə edir? Melodiyanı aparır. Kamança melodiyanı yumuşaq formada müşahiət edir. Yəni incə formada da, yumuşaq deyəndə o mənada. Qaval da ki, ritmi saxlayır, qoruyur, saxlayır. Bu üçlük muğamın orijinal muğam tərkibidir. Yəni ki, orijinal muğam tərkibi budur. Başqa alət girdisə artıq o muğam olmur. 14. Segah və rast muğamlarının xarakterinin fərqini izah edin. Segah nədir, rast nədir? Bir-birindən fərqli muğamlardır. Segah hüzünlü, kədərli, lirika, bir də ki, məhəbbət hissi oyadır. Dediyim kimi də, Bayat Şirazla Segahı qarışdırdım ha, mən qarışdırmadım. Sizə izah edirdim ha, onları qarışdırmayın bir-birinə. Bu da belədir. Segah da belə kədərli məhəbbətdir. Amma ki, Bayat Şirazda tamamən, yəni kədərdir də, qəmli kədərdir. Aha, segah dediyimiz kimi lirika, məhəbbət, hələ lirika deyək də, lirika və hüzün. Rast muğamı necədir bəs? Əzəmətli, müsbət emosiyaları oyadır, güclüdür, amma sakit bir muğamdır. Həm də sabitdir. Fərqi budur. Ümid edirəm başa düşdünüz. 15. Muğamda şöbə nədir və niyə vacib sayılır? Şöbə muğam dəstgahının hissəsidir. Emosional və melodi keçiddir. Aparır yəni. Melodi keçidləri idarə edir. Dəstgahın strukturu şöbədə formalaşır. Buna görə də əsas hissə sayılır. Bu qədər. Bugünkü test izahımız bu qədər. Əgər test izahını bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, hələlik gəlin dərslərə, testlərə qədər.